Hər zaman etdiyi layihələrlə seçilən rejissor müğənni Fuad Dadaşov onların kamerası qarşısında. Gözlənilən yerdə, görkəndə, yerində olanda hər şey yaxşı. Çox səmimi insan Fuad Dadaşov sənətdəki yeniliklərini bizimlə bölüşür. Kürçayından sonra, Kürçay filmindən, Kürçay mahnısından sonra mən biraz, necə deyirlər, rahat nəfəs aldım. Ondan sonra mən yaradıcılığımda bir neçə layihələr getdi. Yəni yeni albom Naşnoy Baku, yəni Bakı Gecələrim albomu ola bilsin bu aylarda çıxacaq. Bir neçə, bir-iki sənədli film layihəsini işlədim. Вот и все, что было, вот и все, что было. Ты как хочешь это назови. Для кого-то просто летная погода, а ведь это проводы любви. Kürçay layihəsini artıq başa vuran sənətçi sırada daha bir möhtəşəm layihələrin olacağını deyir. Albom işlədim. Hamısının da tamamı yəqin ki birazdan olacaq. Yəni yaradıcılıqla rahat nəfəs ala bildim. Kürçay biraz Azərbaycan layihəsidir, böyük film idi. Mənə ağırlıq verirdi, həm də məsuliyyət. Kaş Kürçayda şaydı kaş, Kürçayda şaydı kaş, Kürçayda şaydı ürəyimi aparaydı kaş. Nə istəyirəmsə onu olduğu kimi, yəni rahat işimlə məşğulam. Birazdan da indi təqdim olunacaq. Belə. Yəni bir neçə layihələrdir. Cürbəcür istəyir rejissor kimi, müəllif kimi, musiqiçi kimi. Hamısı bir yerdə mənim xoşuma gələn işdir. Oxuduğu Eta Jenşina mahnısıyla qəlbərə toxunmağı bacaran, seçilən məşhur mahnının tarixçəsindən də danışır. Это женщина, которая подобна чуду. Это женщина, которую я помнить буду. Это женщина, которой никогда не стать моей судьбой. Hə, Jenşina, это женщина. Это женщина. Bu çox gözəl bəstəkardır, həm də müəllifdir Rusiyada. Mən hətta fikrim var onun özündən görüşüm. Çox vaxtı elə obrazlar var ki, biz tanış deyilik, amma mən onları rejissor kimi onları izləyəcək eləyirəm, onlar mənə tanımır. Amma bütün biz bir-birimizdən bağlı bir, yanaşı bir, nəsə bir iş görürük, layihə. Она мне даже не жена, но перед нею я в ответе. Это женщина mahnısı mənə təklif eləyəndə, mən onu oxuyanda gördüm ki, bu bir dəfəyə girdim, oxudum, bir dəfəyə. Это женщина, которая подобна чуду. Это женщина, которую я помнить буду. Это женщина, которой никогда не стать моей судьбой. Güclü və çox fərqli səsə malik olan Fuad Dadaşov onun səsi üçün darıxanları bu il verəcəyi konsertlə sevindirəcək. Mənə neçə ildir deyirlər bunu. Mən də həmişə fikirləşirəm ki, tezdir. Amma dediyim kimi o Kürçay mənə çox sərhəd qoymuşdu. Düşünürəm, ola bilsin ki 15-ci il, bax o layihə haqqında düşünmək olar. Düşündüyümsə eləyəcəm, yəni belə bir şey var. Süt müşkül badəsində bir şərab tək içdinmi? Neyime nəğməni dinlə, nəğmə duaya gəlib. Ney susmaz həyatda hətta ömrümüz olsa da qeyb. Konsertdə nələr olacağına gəlincə isə Konsert necə olacaqsa o deməkdir ki, konsert olacaq. Artıq mən onun üstündə fikirləşəcəm ki, necə olacaq, nə səvkidə olacaq. Bakı haqqında olacaq, Fuad haqqında olacaq, Azərbaycan haqqında olacaq, tamaşaçı haqqında, səhnə haqqında. Yəni o bilinəcək ki, hansı mövzu nədir.
Ola bilər ki, qaranlıq səhnə olsun, tək adam olsun. Elə də ola bilər. Ola bilsin ki, şou olsun. Ola bilsin kino kimi geçsin, tamaşa kimi. Az-az görünüb, yaxşı işlərlə efirlərə gəlməyi üstün tutan, seçilən sənətçimiz Fuad Dadaşovdan bu həftəlik bu qədər.